Deməli, sınaq ki, 20 sınaqdan sınaq ki, mövzumuz 11-15-ci əsrlər Azərbaycan. Birinci sualımız, səbəb nəticə əlaqələrin pozulduğu bəndi müəyyən edək. İmtahan suallarımızdan biridir bu, səbəb nəticə əlaqələri. Şirvanşah Huşəng üsyan nəticəsində öldürülməsi, Şirvanşah Huşəngin üsyan nəticəsində öldürülməsi 1382-də üsyandan öldürülür. Yerinə isə gələcək Dərbəndilər sülaləsi. Bizə nə istəyir? Pozulduğu bəndi istəyir, yəni səhv variantı istəyir. Dərbəndilər sülaləsi Şirvanda hakimiyyətə gəldi 1-ci İbrahim. Bu doğrudur. Baxın, yenə də yazaq ki, gözümüzdən qaçmasın ifadə. Bu doğrudur. Qızıl Ordu... Doğru deyib, dairəyə aldıq. Xətt çəkirik. Qızıl Ordu hökmdarı Canı bəyin Təbrizə gəlməsi 1357-də. Hülakülər Elxanilər dövlətinin süquta uğradılması, bu da doğrudur. Bizdə isə səhv istəyir. Teymuri şahzadələr arasında İranın mərkəzi və şərq ərazilərini də ələ keçirdi. Bu da doğru variantdır. Ərazisini genişləndirdi. Baharlı sülaləsinin son nümayəndəsi Həsənin hakimiyyətə uzaqlaşması 1468. Bayandırı sülaləsinin hakimiyyətə gəlməsi doğrudur. Bizdən səhv istəyir. Otluqbeli döyüşünün baş verməsi 1473-də. Ağqoyunlu Osmanlı arasında. Osmanlı qoşunu Azərbaycan şəhərə daxil oldu. Gəlmədi. Y variantı səhvdir. Şirvanşahlar dövləti 3-cü Mənçör və 1-ci Axistan. Üçüncü Mənçör 1120-dən 1160-a qədər hakimiyyətdə olubdur. Üçüncü Mənçör. İraq Səlcuq Sultanı Mahmudun yürüşünə məruz qalması 1123-də. Bu doğrudur. Dərbəndilər sülaləsi dayanırsız. Nəyə görə? Çünki Dərbəndilər sülaləsinin hakimiyyətini yazmışdıq ki, 1382-dən başlayıb. Üçüncü Mənçör isə hansı sülalə idi? İkincisi Kəsranilər sülaləsidir. 1125-də Şirvanı tam müstəqilini bərpa etdimi? Edə bildi. Nəydən sonra? 4-cü Davidin ölümündən sonra. 1-ci Axistan. Dövlətin yaranması. Söhbət Şirvanşahlar dövlətindən gəlirsə, Şirvanşahlar 861-də yaranmışdı. 1-ci Axistan 1160-da gəlmişdi hakimiyyətə. Aid deyil. Paytaxtın Şamaxıdan Bakıya köçürülməsi 1192-də. Əzizlərim, B variantı Axistana aiddir. Qızıl Ordu dövləti dayanırıq. Niyə görə? Çünki Qızıl Ordu dövləti 13-cü əsrdə yaranmış bir dövlətdir. 13-40-cı illər. Bu isə 1160, yəni 12-ci əsrdir. Ona görə aidiyyəti yoxdur. Axıra qədər oxumağa ehtiyac yoxdur. 1AC, 2B. 1AC, 2B. Bəli, Y variantı. On 15-ci əsrdə Azərbaycanda istehsal edilən, məhsula görə alınan və əsas olan suvarma suyundan... Aha, Nişaylı, burada məsələmiz nədir? Məhsula görə alınan vergimiz. Mal cəhət vergisi. Mal cəhət. Suvarmaya görə alınan vergi bəhrə. Bəhrə vergisidir. Sonra maldarlardan otlaqlara görə istifadə edilən vergisi çoban bəyi. Çoban bəyi. Çöpbaşı vergisi də ola bilər, görə bilərsiniz. Çöpbaşı vergisi daha sonraki dövrlərdə olacaqdır. Mal cəhət, bəhrə və çoban bəyi vergisi. Mal cəhət, bəhrə, çoban bəyi. Cavabımız oldu bu 3, yəni Y variantı. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Paytaxtları Marağa, Təbriz, Sultaniyə olmuşdur. Baxırıq, bu Hülakülər dövlətidir. Ərazisində 11-ci əsrin 20-ci illərinə aid olan
Yəni bu A-dır, belə deyəcək. 1120-ci illərdə Oğuzlar tərəfindən məskunlaşmışlar, Oğuzlar məskunlaşmışdı. Bu Rəvvadilərdir 20-ci illərdə, 30-cu illərdə isə Şəddadilər ərazisində məskunlaşacaqlar. C-ni yazdıq bura. Slavyan 944 Bərdə yürüşü, bu bilirsiniz ki, Salarilər dövlətinə aiddir. Y. Çıxdıq. 11-ci əsrin 60-cı ildə Alanların hücumuna məruz qalmışdı. Alanların hücumu 60-cı illərdən söhbət gedirsə, Şəddadilər dövlətidir. Kim çıxmadı? B variantı yoxdur. Hülaki dövlətinin mövcudluğu dövrə uyğun gəlir. Hülakilər dövləti 1258 1357-də uyğun gəlir. Əmir Teymurun Terek çayı sahilində döyüşdə Toxtamışı məğlub etməsi. Əmir Teymur və Terek döyüşü 1395. Söhbət 1258-dən 1357-yə qədər gedir. Səhvdir. Cormoğonlayan oxumuram axıra qədər, ehtiyac yoxdur. Çünki bu 1231-dir. 31-39-cu illər 2-ci yürüşə aiddir. Çıxdıq. Əlincə qalası Teymur tərəfindən tutuldu. Bu Teymur tərəfindən tutulması 1400-ə aiddir. Bizdə isə maksimum 14-ün ortalarına qədərdir. 14-cü əsrin ortalarına qədər. Cəbə və Subutay. Cəbə və Subutay. Bunu da oxumağa ehtiyac yoxdur. 1220-22-ci illərə aiddir. Birinci yürüşə aiddir. Məhəmməd Olcaytun mərkəzi hakimiyyəti adlı qüvvətləndirməsi 14-cü əsrin əvvəllərində. 14-cü əsrin əvvəli. Yəni Qazan xandan sonra. Cavabımız oldu Y variantı. Hadisələrdən hansının yerini dəyişdirsə, Şirvanşahlar dövlətinə aid xronoloji ardıcıllıq düzgün olar? Hadisələrin hansının yerini dəyişdirsə, Şirvanşahlar ardıcıllıq düzgün olar? Şirvanşah Fəribir Səlcuq Sultanın ali hakimiyyətini qəbul etmişdi 1066-da. Şirvanşahların paytaxtı Şamaxıya köçürülməsi. Şamaxıdan yox, Şamaxıya köçürülməsi. 918. Şeyx İbrahimin Şirvan şahı elan olunması, Şeyx İbrahim, yəni 1-ci İbrahim 1382-də Dərbəndilər sülaləsi. 1-ci İbrahim Təbrizə daxil oldu və orada Teymurilər əleyhinə olan üsyanın yatırılmasına, daha doğrusu Teymurlərə qarşı olan hərəkata köməklik eləmişdi əhaliyə. 1406 və qısa müddətdə də olsa bütün Azərbaycanı birləşdirmiş sayılır. 1-ci İbrahim Qara Yusifə məğlub oldu. Söhbət gedir 1412. İndi ardıcıllığını baxaq. 1066 var, 918. Yəqin ki 1 ilə 2 yerini dəyişəcək. 1300, 1 ilə 2 yerini dəyişir. A variantı. Memarlıq abidənin inşa edilməsinin xronoloji ardıcıllığı. Bərdə türbəsi 14-cü əsr. Qalası 9-cu əsr. Marağada Göy Günbəz 12-ci əsr. Təbrizdə Qeysəriyyə bazarı 15-ci əsr. Ardıcıllıq istəyirsə o zaman 2, 3, 1, 4. Varmı elə cavabımız? 2, 3, 1. A variantı. Hüdaçilərin 14-cü əsr tarixinə aiddir. Məhəmməd Olcaytun hakimiyyətə gəlməsi 14-cü əsr, biraz əvvəl demişdim. Dövlətin yaranması 1258-13-cü əsrdə çıxırıq. Əmir Çoban dövləti idarə etməsi, Əmir Çoban Əbu Səiddən sonra 14-cü əsrdə, bu da düzdür. Daha doğrusu üzr istəyirəm, Əbu Səidin dövründə Əmir Çobana söhbət gedir. Bəli, Əbu Səidlə eyni vaxtda 14-cü əsrin əvvəllərində dövləti idarə etmişdi. Daha sonra Əbu Səid onu 28-də öldürür. Oğlanların bərabər edam etdirmişdi. Mən Məlik Əşrəfdən aldım, bir anlıq getdi ona. Qızıl Ordu dövləti ilə mübarizənin başlanması deyir. Azərbaycanda Qızıl Ordu dövləti ilə
Hülakülər arasında mübarizə şahidlər 13-cü əsrdən başlayır. Yəni hülakü dövlətinin yaranması ilə başlayır. 14-ə aid deyil. Desəydi ki, mübarizə mövcuddur desə o zaman doğru olardı. Qazan xanın fərmanına görə kəndlinin bir yerdən başqa yerə köçməsinin qadağan edilməsi, bu da 1303-də idi. 14-cü əsrə düşürmü? Düşür. 1-3-5. 1-3-5. Y variantı. Baxaq. Daha gec olmuşdur. Şeyx Veysin Şirvanşahları özünə tabe etməsi. Şirvanşahların Cəlalilər dövlətinə tabe edilməsi 1367-dir. Gəncəli Usta Bəndər 1231. Aksunqurların süqutu 1227. Xarəmşah Cəlaləddin tərəfindən. Bəli. Azərbaycan Monqollar tərəfindən işğal başa çatdırıldı 1239. İbrahimin Təbrizə daxil olması 1406-da. Daha gec, yəni ən son baş verən 1367 var, 1406 var. Burada bəli, cavabımız Y variantı. Hülakülər dövləti 13-14-cü əsr tarixində baş vermiş oxşar hadisələr. Osmanlı dövləti toqquşmaların baş verməsi. Osmanlı bir müharibəsi yoxdur. Qızıl Ordu dövləti müharibə aparatlarını bəli. Azərbaycan torpaqlarına hökmranlıq etməsi 13-14-cü əsrlərdə Azərbaycan torpaqlarında düzdür. Cəlalilər dövlətinin yürüşünə məruz qalması, Cəlalilər dövləti yaranıb da 1340-da. Hülakülər 1357-də süqut ediblər, Cəlalilər yürüşünə məruz qalması yoxdur. Cavabımız olur 2-3. Var mı cavab? Var. Hadisə nəticə olaraq doğru göstərildiyi bəndi müəyyənləşdirir. Cəlaləddin təyin etdiyi canişinlər, söhbət Xarəzmşah Cəlaləddindən gedirsə, Azərbaycanı talan etməsi mümkün Bəndərin başlıqlı gənc üsyan. Bu doğrudur. Qızıl Ordu hökmdarı Cani bəyin Təbrizə gəlməsi 1357-də. Hülakülər dövlətin varlığına son qoyulması düzdür. Tutuldu. 1400. Azərbaycan bütövlükdə Çingiz xanın yox, Teymurilərin tərkibinə keçdi. Qızıl Ordu hökmdarı Toxtamış xanın Azərbaycana yürüş etməsi. Toxtamışın Azərbaycanın ilk yürüşü 1385-dədir. 3 dənə yürüşü var. 85, 87 və 92-ci ildə. Şirvanşahlar dövlətinin süquta uğraması, bu da bilirik ki, 1538-ci ilə aiddir. Variantda çıxırıq. Cavabımız olur 1-dən 2. A variantı. 12-ci sual. 15-ci əsr hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı, yəni kimdirsə, onu müəyyənləşdirəcəyik. Hardan? Buradakı bənddən. Şeyx Heydərin öldürüldüyü döyüşdə iştirak eləmişdir. Şeyx Heydər öldürülmüşdür hansı döyüşdə? 1488-də. Yəni bu Şahdağ döyüşüdür. Avtomatik olaraq da bilir ki, Şahdağ döyüşündə Sultan Yaqub neynirdi? İştirak edirdi. Yaqub Padşah. Onunla bərabər Qaraqoyunlu hökmdarı, Şirvanşah hökmdarı Fərrux Yasar da bununla bərabər neynirdi? İştirak edirdi. Fərrux Yasar. Şirvanşah hökmdarı. Atasının Şirvanla dostluq siyasətini davam etdiribmi? Doğrudur. Əpər sazişi 1500-dədir. Bu rəhmətli isə Sultan Yaqub deməli hardasa 80-ci illər, yox 90-a qədər hakimiyyətdə qalıbdır. 1490. Çıxdıq. Digər hökmdarlarla müqayisədə daha çox soyurqal paylayan bu Rüstəm idi. Çıxdıq.
Hakimiyyət dövründə ölkə daxilində nisbi sabitlik dövrü sayılır. Doğrudur. Şeyx Cüneynin öldürüldüyü döyüşdə bu 1460-cı ildə idi. Şeyx Cüneynin döyüşündə. Burada isə Ağqoyunlu dövlət hələ yoxdur ümumiyyətlə. Dövlət yoxdur. Kimdir bu? Qaraqoyunlu Cahanşahdır. Cahanşah və 1-ci Xəylullah. Şirvanşah 1-ci Xəylullah. 1-4 doğru cavabımızdır. 13-cü sual. Şirvanşah Cəlairilər dövləti və Şəki hakimliyinə aid ümumi cəhət. Osmanlı Osmanlı müharibəsi yoxdur. Cəlairlərin də yoxdur. Şəki hakimliyində. Çıxdıq. Eyni əsrdə yaşaması, eyni bəsdə yaranmaları üzr istəyirəm. Deməli, Şirvanşah 861-dir, Cəlalilər 1340-dadır. Şəki hakimliyində 9-cu əsrdə əlaqəsi yoxdur. Çıxdıq. Monqolların Azərbaycana ikinci yürüşü zamanı süqut etməsi. İkinci yürüş 31-39. Bu dövlətlərin heç biri həmin dövrdə süqut eləməyiblər. Çünki 1538 budur, 1410-da budur, Şəki hakimliyində 1551-də. Bunu da çıxdıq. Təhmasib tərəfindən son qoymuşlar. Bütün Azərbaycana birləşdirmişdi Səfəvilərin tərkibində. Osmanlı dövləti ilə müttəfiq olması, Osmanlı ilə müttəfiq münasibətləri Cəlalilər də deyə bilərsiniz. Onlar sığınmışdılar, himayə etmişlər, müttəfiq sayılmır o da. Teymurilər dövləti ilə mübarizə aparması, Şirvanşah aparıbdımı? Şirvanşah 1405-də yazdım. Cəlairlər bəli 1394-də mübarizə aparıblar. Şəki hakimindəki kim idi bu? Seydi Əli. Ondan mübarizə aparıbdı, doğrudur. Uyğunluğu müəyyən edək. Döyüş. Tiflis Müsəlman əmrinin ləğvi 1121 Didqori döyüşü. Didqori döyüşü. Teymur Azərbaycan torpaqlarının hakimiyyətinə son qoyması 1408 Sərdurud döyüşü. Qaraqoyunlu dövlətinin tənəzzülü gücləndi, sürətləndi. Bu da 1467 Muş döyüşü olacaq. Deməli, Didqori, Sərdurud, Muş. Didqori, bir dənə buradadır, Sərdurud, Muş. Uyğunluğu müəyyən edək. Ağqoyunlu Ağqoyunlu hökmdarları Yaqub Padşah, Rüstəm Göydəyəhməd. Bir sıra islahatlar keçib 20-yə qədər vergin ləğv elədi Göydəyəhməd. Əlpər sülh müqaviləsi imzalanması 1500-də bunların heç birinə aid deyil. Çoxlu soyurqal payladı Rüstəm. C. Naxçıvan döyüşündə 96-da məğlub oldu. Qısa müddətdə 97-də hakimiyyətdə olmuşdu Göydəyəhməd. D. Şeyx İlər müharibədə Fərrux Yasara kömək etmişdir Sultan Yaqub. Y. 1Y, 2C. 1Y, 2C, 3AD. Məntiqə ardıcılıq Monqollar Gəncə və Bəylərdə Beyləqan Qüsar tutub qarət etdilər. 1309-da Monqollar Dərbənd qalasında tutdular. Söhbət 2-ci yürüşdən gedir. Və nəticə. Monqol Azərbaycan 1-ci yürüşdümü? Xeyr. Başa çatdı. 39-da düzdür. Başa çatdırdılar. 17. Şirvanşahlar dövlətinin tarixində 14-cü əsrin 80-ci illərinə aiddir. 14-80-ci illəri 1-ci İbrahim hakimi gəldiyi dövrdür. Şah elan olundu, doğru. Dərbəndilər devrildi, yox, hakimdə gəldi. Huşəng öldürüldü, doğrudur. Şeyx Cüneyd Şirvana yürüş etdi. 1460'dı bu. 1460. Döyüşdə də öldürülmüşdü Samur döyüşündə. Təbriz, deməli, Şirvanşah 1-ci Təbrizə daxil oldu. Bu da 1406'dır. Cavabımız D variantı. Deməli şahidlər,
11-ci əsrin 60-cı illər Böyük Səlcuq dövlətini və 12-ci əsrin 90-cı il Eldənizlər dövlətinin tarixinə aid ümumi cəhətlər müəyyənləşdirir. Azərbaycanın dövlətin tərkibinə daxil olması. Aha. Deməli, Səlcuqlarda 1066. Bu doğrudur. Atabəylərdə isə 90-cı illərdə Atabəylərdə Şirvan şahları tabe etmişdi. Əslində ifadə biraz doğru deyil. Azərbaycanın dövlətin tərkibinə daxil olunması. Asıl Atabəylər Azərbaycan arasında yaranmış bir dövlət idi. Yəni kənardan gəlmə bir dövlət deyil. Burada isə sadəcə tamamilə onun hakimiyyəti altından keçdi. Çünki Şirvanşahları bir daha özünə tabe etmişdi. Qızıl Arslan. Bu ifadəyə görə doğru götürür. Amma əslində tam dolğun bir şey deyil, məlumat deyil, məsələ deyil o. Buna görə doğru götürə bilərsiniz. Paytaxt dəyişdirilməsi 60-cı illərdə Səlcuqlarda yoxdur, Eldənizlərdə də 1175-dədir. Bunu da çıxırıq. Türk mənşəli sülalə tərəfindən idarə olunması. Böyük Səlcuqlar Eldənizlərə türk mənşəlidir. Hakimiyyətə yeni hökmdarlar gəldi. Yeni hökmdarlar. Səlcuqlarda Alparslan idi hakimiyyətdə. Atabəylərdə isə baxaq 90-cı illərdə isə 90-cı illərdən söhbət gedir. Qızıl Arslan ölümündən sonra qardaşı gəldi hakimiyyətə. Əbbəkir. Qardaşı yox, daha doğrusu qardaşının oğlu Əbbəkir gəldi. 1-3-4. Dövlətin süquta uğraması. Səlcuqların süqutu 1157-dir. Eldənizlərin süqutu isə 1225-dir. Ona görə heç birinə aid deyil. 1-3-4 olacaq. Əmir Çoban Cəlalirlərdə olub mu, hakimiyyətdə olub. Fəzlullah Rəşiddəddin Hülakülərdə üz-üstə. Cəlalilər niyə ki? Əmir Çoban Hülakülərdədir. Bu səhvdir. Hülakülər. Fəzlullah Rəşiddəddin Hülakülərdə Elxani hökmdarı onun muavindir, yəni vəzirdir. Ona görə Şirvanşahlar çıxdıq. Nizamül Mülk Səlcuqdadır. Səlcuqlarda. Bunu da çıxırsan. Qızıl Arslan Atabəylərin hökmdarıdır. Bəli. 4-5. 1066 Səlcuq dövlətindən tabe edilmiş Səlcuq tərəfindən tabe Azərbaycan dövlətinin paytaxtı. 1066-da tabe edilən dövlətimiz Şirvanşahdır. Və onun paytaxtı həmin dövrdə Şamaxıdır. 4. Cavab oldu. Bu da D variantı. Xeyli müddət saray müxalifətinə iri feodal qruplarına qarşı mübarizə apardı. 90-cı ildə Həmədan döyüşündə söhbət gedir Qızıl Arslandan. Həmədan döyüşündə baş verən İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub etdi və oğlu ilə birlikdə əsir almışdı. Mətndə adı çəkilən hökmdarın Məhəmməd Olcaytu, yəni Hülaki hökmdarı Məhəmməd Olcaytu ilə oxşar cəhətini istəyir bizdən. Qızıl Arslanla Məhəmməd Olcaytın oxşar cəhəti. Eyni bir dövlətin hökmdarı olması. Eyni bir dövlət deyil, ayrı dövlətlərdir. Qardaşından sonra hakimiyyətə gəlməsi. Qızıl Arslan özündən əvvəl Məhəmməd Cahan Pəhləvan. Burada Olcaytu isə Qazan xandan sonra hakim gəlib. Düz, qardaşından sonra gəlib hakimiyyətə. Çox vacib bir məlumat idi bu, yəni dırnaq arasında. Eyni əsrdə hakimiyyətdə olması. Qızıl Arslan 12-ci əsrdə hakimiyyətdədir. Olcaytu isə 14-də hakimiyyətdədir. Bunu da çıxırsan. Ölümlərindən sonra feodal arasında qarşıdurmalar olmuşdu. Məhəmməd Olcaytu öldükdən sonra Hülaki dövləti zəiflədi. Hakimiyyət mübarizə başladı. Burada da Qızıl Arslan öldükdən sonra qardaşı olanlar arasında mübarizə başladı. Dövlət zəiflədi. 4. 2-4 C variantı doğrudur.
Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Təbriz şəhəri Cəlalilərin paytaxtı. Yəni 1359-da 1410-a qədər olduğu dövrü soruşur bizdən. 1359-1410. Qızıl Ordu hökmdarı Canıbəyin Təbrizə gəlməsi. İlini yazacağıq burada 1357-də. Söhbət Cəlalilər dövründə, bu da Qızıl Ordu bəyin bura gəlməsi 57-də çıxdıq. Şeyx Həsən, Böyük Həsən Bağdadda hakimiyyəti ələ keçirməsi 1340. Yəni Cəlalilər dövrünün yaranması. Azərbaycan tarixində Çobanilər dövrü. Çobanilər dövrü 1335 Əbu Səidin ölümündən sonra başlayır. Ta ki 1357-yə qədər davam edəcək. Düşürmü ora? 59-dan başlayır. Düşmədi. Azərbaycan Elxanilər dövlətinin varlığına başa çatması Elxanilərin süqutu 1357-dədir. Bu isə 59-a başlayacaq. Bunu da çıxırsınız. Şirvan Cəlalilərin tərkibinə keçməsi 1367-də. 59-dur, 67 budur. Düz. 23-cü sual. Eyni əsrə aiddir. Eyni əsrə baş vermişdir. Eyni əsr. Şirvanşah 1-ci Fərruz Səlcuq Sultanının ali hakimiyyəti qəbul etməsi. 1-ci Fərruz Səlcuqların ali hakimiyyəti qəbul etdi. 1066-da. Gürcü hökmdarı David Şirvana yürüş etdi. David 1123-24. Slavyanların Şamaxını ələ keçirib qarət etməsi 1032. Monqolların Şamaxını ələ keçirib əhalini məhv etməsi təxminən 1221 deyə bilərik. Monqolların birinci yürüşündə. Cəlalilərin Şirvan ərazisini zəbt etməsi 1367-dir. Şirvanşahların tabe edilməsi Cəlalilər tərəfindən. Bizdən eyni əsr soruşur. Bu 11-dir. 11-ci əsrdə varmı? Var. 11. O bilirsə bu 13-dür, ya daha sonra 12-dir, bu 13-dür, bu da 14-dür. 1 ilə 3 doğru cavabımızdır. Sacilər dövlətindən fərqli olan Salarilər dövləti. Sacilər 898. Salarilər isə 941-ə qədər mövcud oldular. Salarilər 941-dən Salarlərin mövcudluğu 981-ə qədər neynəyəsən? Davam edəcəksən. Azərbaycan şimalında yaranması Sac Salariya. Hər ikisi şagirdlər cənubda yaranıbdır. Azərbaycan torpaqlarının birləşdirilməsi hər ikisi birləşdiribdir. Hə, bu qaldı. 10-cu əsrə yaranması Sacilər 899, bu isə 941 10-cu əsrə aiddir yaranması. Paytaxtın yalnız Ərdəbil şəhəri olması Sacilərdə. Marağa Ərdəbil, Salarları sadəcə Ərdəbildir, düzdür. Azərbaycanın cənubunda yaranması Ərdəbil. Bizə sadəcə Salarlərin xüsusiyyətini istəyir. Bu da hər ikisi aiddir. Deməli, cavabımız oldu 2 ilə 4. Tamam. Burada nə var? Xəritədə ulduzla verilmiş ərazi. Şayda bu Dərbənd şəhəridir. Dərbənd şəhəri. 869-da oradakı hakim özünü müstəqil elan etmişdir və Haşimli Suraqa. 8-ci əsrin ortalarında müstəqil idarə olunurdumu? 8-ci əsrin ortalarında yox. Ərəblərin hakimiyyəti altındadır. Ərəb əsrli Haşimlər sülaləsi tərəfindən əsas qoymuşdur. Bu da düzdür. Haşimlər sülaləsi öz müstəqilliyini 11-ci sonuna qədər qoruyub saxlamışdır. Dərbənd əmirliyi yox. Şirvanşahların tabeliyində idi. Deməli 1 ilə 3. 1, 3.
26-cı sual. Hadisələrin xronoloji ardıcıllığını müəyyən edək. Şeyx Cüneyd iştirakı ilə Samur çay sahilində döyüş 1460. Şeyx Heydərin iştirakı ilə Şah dağın ətəyində döyüş 1400. Şeyx Səfiyyəddin Səfəviyyə Sufi təriqətin əsasını qoydu 12-ci əsrin ortalarında. Sultanəlin iştirakda yaşaması döyüşü 1494. Bizdə nə istəyir? Xronoloji ardıcıllıq istəyirsə, deməli 3-ü əvvələ alırıq. Daha sonra bu 13-cü əsrdir. 12 yox, 13-cü əsrdir. 3-ü əvvələ aldıq. Bu da tezdir. 1460. Aha, 3, 1, 2, 4. Buyurun. Növbəti sualımız. Şəddad dövləti. Paytaxtı Gəncə olan müstəqil dövlətin əsasını qoymuşdu. Birinci ləşkər, yəni 1-ə oldu A. Səlcuq dövləti ilə müqavilə bağlayaraq ona tabe olması. Şəddadilərin Səlcuqlara tabe olması. Əbləsvar Şamur. Yəni, daha doğrusu Şəddadilərin Səlcuqlara tabe olması. Yəqin ki, belə düz dedim. Dəbilin ələ keçirilməsi və müstəqil əmirlik. Əmirlik deyiriksə, bu dövlətə aid deyil, dövlətdən əvvəlki dövrdür. Məhəmməd ibn Şəddad. Baxa, A, B, Y. C. Fəz Məhəmməd Xudafərin körpüsünə aiddir. İkinci ləşkərdəki heç birinə aid deyil. Mətndə baxaq nədən bəhs edir. Tatarlar Həmədandan qurtarıb 1221-ci ildə Azərbaycanın tərəf hərəkət etdilər. Ərdəbilə gəldilər. Ərdəbili alıb orada böyük qırğın etdilər. Şəhərin çox hissəsini qırdılar. 1221 söhbət gedir. İkinci yürüşdən gedir burada. Ərdəbili böyük qırğın törətdilər, dağıtdılar. Sonra Təbrizə tərəf dönədilər. Təbrizin əsl hakimi Atabəy Özbək oranı buraxıb getmişdi. Çünki o fəaliyyətsiz bir əmir idi. Azərbaycan və Aran onun ixtiyarında idi. Baxaq, indi mətndə bizdən nə istəyir? Mənbədə bəhs edilən yürüş zamanı Azərbaycanda Təbrizin hakimiyyənin adını yazın. Şəmsəddin Tuğrayı. Şəmsəddin Tuğrayı. Atabəy Özbəklə Xaricmşah Məhəmmədin mənbədə bəhs edilən yürüşlə bağlı davranışlarındakı oxşar cəhəti neyin? Neyniyək? Deməli şahidlər, həm Atabəy Özbək, həm də ki Xaricmşah Məhəmməd qüvvələrinə arxayın olmadığı üçün onlara qarşı Monqollarla mübarizə aparmamışdı, başqa ərazi çəkildi, orada gizlənmişdi. Belə deyək, açıq döyüşə girmədi. Heç bir açıq döyüşə girməmişdi. Hətta burada kim? Atabəy Özbək Naxçıvandakı Əlincə qalasına qaçmışdı. Mənbədə bəhs edilən bu yürüşü zamanı Monqolların Təbrizi ala bilməmələrinin səbəbini yazın. 1222. Təbrizi niyə ala bilmədilər? 1. Ciddi müqavimət var idi. Ciddi müqavimət, şəhər arası ciddi müqavimət. 2. Deməli, orduya tam güvənmirdi. Orduya tam güvənmirdi, etimad etmirdi. Burada məsələ öz ordusunu tanımamaq, bilməmək və yaxud da ona güvənməmək məsələsi deyil.
Sadəcə müharibələrdən uzun süre müharibədən çıxmışdı. Ordusu da buna tab gətirə bilərdimi, yoxsa yox. Ona görə xərac aldı, geri çəkildi. Bəli. Biz sınavımızın sonuna gəldik. Bəli, bəli. Əslində burada yazdığım